Deməli, belə bir sınaq sualına baxaq. Eyni istiqamətdə hərəkət edən iki cisim qeyri-elastiki toqquşmadan sonrakı sürətini hesablayın. Birinci cismin kütləsi 3 kiloqram, sürəti 10 metr böl saniyə. İkinci cismin kütləsi 2 kiloqram, sürəti 5 metr böl saniyədir. Cisimlər eyni istiqamətdə getdiyi üçün qeyri-elastik toqquşmadan sonra son sürəti tapmaq üçün deməli, cismin birincinin kütləsinin sürəti hasili plus ikincinin kütləsi ilə sürəti hasili, yəni impulslarının cəmi və bu cisimlərin kütlələri cəminə bölmək lazım. Çünki impulsun saxlanma qanununa əsasən biz bilirik ki, toqquşmadan əvvəl cisimlərin impulslarının cəmi toqquşmadan sonraki cisimlərin impulslarının cəminə bərabər olmalıdır. Deməli, birincinin kütləsi 3 kiloqram, sürəti 10, 30, üstə gəlsin. İkincinin kütləsi 5 kiloqram, kütləsi 2 kiloqram, sürəti 5, bölünsün kütlələr cəmi 3 üstə gəl 2. Buradan deməli hesablasaq 30 üstə gəlinsin 10 bölünsün 5. Bu da 8 metr böl saniyəni vermiş olacaq.